Bu gecə İmam Hüseynin çox çətin vaxtlarıdır valla. Çox çətin vaxtlarıdır. Bu gecə idi ki İmam Hüseyin Əbəlfəz ağa dedi, Əbəlfəz get Ömər Səddən icazə al, bu gecə çünki qətl eləmək istəyirdilər. Bir dənə bu gecəni icazə versinlər bizə. Hüseyin nə istəyirsən? Əvvəlfəz istəyirəm əl-əf, ya Rəbbəl aləmin. Gecə Allahla münacat edeyim. Allah Allah demək istəyirəm. Bu gecə siz də yatmayın bir hissəni. Qalxın bu gecə deyin Allah, 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 Allah deyin. Yadınıza düşdü Əhl-i Beytin o məzlumiyyətini xatırlayın bu gecə. Yeri var bu gecə. Əvvəlfəz getdi, icazə aldı və icazə verilir. Bu gecə amma Hüseynin axır gecəsidir. Ən axır gecəsidir. Xanım Zeynəb də bilir axır gecəsidir. İndi sən bir dənə təsəvvürlə, bir dənə Əzizvi gözünün qabağına gətir. Bilirsən ki, Əzizin bugün axırıncı gecəsidir. İndi biri anasının gözünün qabağına, biri qardaşının gözünün qabağına, biri atasını, biri bacısını. Sən bilirsən, bu gecə sənin Əzizin ən axır gecəsidir. Neyniyərsən? Başının üstündən keçərsən kənara, heydi yanarsan ətrafında, əlindən tutarsan, öpərsən. Üzündən öpərsən. Hara qoyub bizi gedirsən ana, hara qoyub bizi gelirsən qardaş, hara qoyub gelirsən atacan bizi.